Salam dostlar. Deməli dostlar, belə bir sual verirlər ki, Quran-ı Kərimdə Allah niyə and içir? Mən bu barədə bir neçə dəfə danışmışam, həm də video paylaşmışam. Ümumi olaraq Quranda and sözləri fərqli formalarda gəlir və məsələn qəsəm sözü ilə gəlir və yaxud da vav ədatı ilə gələ bilər, bə ədatı ilə gələ bilər və yaxud da qalın pəltək pa hərfi var ki, o ədatlarla gələr. Bu adların heç biri kimisə inandırmaq məqsədi ilə içilməz. Ümumi olaraq sözdə gələn addır. Düzdür, bəzən o hərfləri toplum arasında kimsə işlədə bilər, amma Quran üslubunda vəv ədatı, bə ədatı, pa ədatı və yaxud da qəsəm ədatları, bu ədatlar inandırmaq məqsədi ilə, yəni özünün yalan danışmadığını, doğru dediyini sübut etmək məqsədi ilə and içilməz. Və yaxşı, kimisə inandırmaq üçün, yalan deməyib, doğru danışdığını sübut etmək üçün içilən and ədatı hansı ədatdır? Bu ədat hələfə sözü ilə işlənir Quranda. 12 ayədə, 13 yerdə işlənmişdir və bu and forması heç bir yerdə Allah tərəfindən və yaxud da Rəsulu tərəfindən, möminlər tərəfindən içilməz. Bu and forması Allahı və yaxud da Rəsulunu və yaxud da möminləri razı salmaq üçün, onları belə deyək də, inandırmağa çalışmaq üçün yalancıların içdiyi and üçün işlənir hələfə sözü. Baxdığınız zaman, məsələn, mən birinci bunun, yəni qarşılıqlı diyaloq zamanı içilən andda işlənən sözün, məsələn, istəyənlər kitabına baxa bilər. Məndə türk tərcüməsində Əl-Müfrədat-ül Muğni kitabı, Quran sözlüyü kitabının 304-cü səhifəsində hələfə kəlməsi, hələf hərfi ilə olan sözlüyün lüğət anlamlarına baxa bilərlər. Sözcük topluluq arasındakı sözləşmədir və bu sözləşmədə içilən andda istifadə olunur. Yəni istəyənlər, qoy bunu biraz belə çəkək, dayandırıb da oxuya bilərlər. Bu sahəni gördüyünüz kimi burada bitir. Hələqa kəlməsində bitir axırda. Amma mən Quranda sizə sadəcə bu 13 ayənin keçdiyi yericə göstərəcəm. Nisa surəsi 62-ci ayətdə ilk dəfə keçir. Baxırıq ki, özlərinə bir müsibət üz verdikdə münafiqlərdən danışır ayə. Onlara Allahın nazil etdiyinə, Rəsula tərəf gəlin deyildiyi zaman mühakimə olunmaq üçün tağuta gedənlərdən danışır. Deyir, onlara deyiləndə ki, Allahın nazil etdiyinə və Rəsuluna tərəf gəlin, o münafiqlərin bir üz döndərməklə üz döndərib getdiyini görərsiniz. Sonra onlara bir müsibət üz verdikdə, bimə qaddəmət əydihim, öz əllərinin təqdim etdiyi şeyin nəticəsində, summa cəukə yəhlifunə billah, sonra sənə gəlib Allaha and içərlər ki, biz yaxşılıqdan başqa bir şey istəmirdik deyə. Maidə surəsinin 89-cu ayəsində də yenə İzə hələftum şəklində keçməkdədir. Ayətin həmən hissəsini sizə oxuyaq. Və ya onlara giydirmək ya da bir kölə azad etmək bulmayan kişinin üçün 3 gün oruç tutması yemin ettiğiniz zaman yemininizin kəfarəti işte budur deyə ifadəsində keçmişdir. Burada da Allah üçün işlənməyibdir. Baxırıq, gördük ki, bir adam and içibdir, sözləşmə eləyibdir. Ayətin əvvəlində la yuəxizukumullahu billəği fi əymanikum. Allah sizin yeminlərinizdən, o yemin, and mənası verən bir kəlmədə yemin kəlməsidir. Burada sözləşmə sağ əl ifadəsini bildirən bir ifadə ilə gətirir. Bu sağ əlinizlə deyən ifadə, yəni sözləşmə burada and içmək deyil, sözləşmə anlamını bildirir, yəni güvəncə vermək. Və lakin yuəxizukum bimə əqqəttum əymən. Amma əqdləşdiyiniz zaman, yəni söz bağlısınız, əqd sözü bağlanmış düyün deməkdir. Əqidə sözü də bu kəlmədəndir.
və kəffarətuhu və onu pozduqda ücədir o şey, onun kəffarəsi 10 dənə miskini, miskindən 10 dənəsini təam verməkdir və ya öz ailənizə, əhlinizə yedizdirdiyinizin orta hesabı ilə onları geyindirməkdir. Bir qul azad etməkdir deyir. Qul burada deyiləndə bildiyiniz kimi köhnə qədim qul söhbəti deyil, ümumi olaraq yəni başqasının belə deyək də boyunduruğu altında olan, başqasının qarşısında belə deyək də onun elə bir sanki başına bir kəndiri keçirib əlində tutan birinin əlindən onun kəndirini alıb onu azad etmək. Başa düşdünüz yəqin ki, nə demək istədiyimi? Azad etmək, bu borçlu kimi götürək də bir növ. Və Allah ayənin davamında deyir ki, buna da imkan və siyam səlasətə əyyəm 3 gün ya da siyam eləməsi lazımdır. Zəlikə kəffarətü əymanikum. Bu sizin o yəminlərinizin, yəni verdiyiniz yuxarıda yəmin kəməsi, izə hələftum. Nə zaman ki, nə arırsınız? Yalan and içirsiniz yəni. İnandırmaq üçün and içirsiniz və o inandırmaq üçün and içirsiniz, sonra da o yəmininizin üstündə durmayıb onu pozursunuzsa, onda deyir, neyinin? Belə eləyin deyir. Fəhvazı əymənikum. Deyir, o hələftum, and içdiyiniz zamanı buna rayət etmə ki, vəhvazı əymənikum. Bu ona görədir ki, yəni siz yəminlərinizi mühafizə edəsiniz. Allah öz ayələrini sizə belə bəyan edir. Tövbə 42-ci ayətində də yenə Ləv kana ərazən qaribən və səfərən qasidən deyə, yəni evdə oturub döyüşə getməyən insanlar var ki, yaxın səfər olduqda çıxırdılar, amma uzun səfər olduqda çıxmazlar. Ləttəbə'ukə və lakin bu'dət əleyhimuş şuqqah və səhlifuna billahi. Allaha deyir, and içərlər tezliklə ki, ləv istətə'nə ləxərəcnə. Əgər gücləri çatsaydı, sizlə bir yerdə çıxardılar. Yuhlikum ənfusəhum vallahu ya'lamu innahum ləkadibun. Allah da deyə bilir ki, onlar yalancıdırlar. Baxırıq ki, Tövbə surəsi 42-ci ayətdə də və yenə də 56-cı ayətində, 62-ci ayəsində, 74-cü ayəsində, 95-ci ayəsində səyahlifuna billahi lakum qayıtdıqda, döyüşdən qayıtdıqları zaman həmin o döyüşə getməkdə gücümüz yetməyib, and içib inandırmağa çalışanlar qayıtdıqda da yenə bəhanə gətirib inandırmağa çalışırlar və and içirlər. Münafiqlərin yəni and içmə metodunu göstərir. Tövbə 96-da da yenə onu kimi, Tövbə 107-də gəlir, yenə onu kimi and içirlər. Mücadilə surəsi 14-də isə Ələm tərə iləl-ləzīnə təvəlləv qovmən qaziballahu aleyhim mə hum minkum və la minhum və yəhlifunə aləl-kəzibə və hum ya'lamun. Bilə-bilə yalandan and içərlər deyə yəhlifunə kəlməsi ilə Mücadilə 14-də gətirir. Mücadilə 18-də də keçmişdir və xüsusən də son ayətdə göstərim sizə. Qələm surəsi 10-cu ayəsində Allah deyir ki, və la tutiyə kullu həllafin muhin. Həllaf and içən deməkdir, çoxlu and içən. Hər zaman baxırsan ki, elə adam, elə Allah haqqı belədir, imam haqqı belədir, Quran haqqı belədir, nə bilim də bizdə var da, qənd haqqı, işıq haqqı. Bəzən də buna da deyinim ki, yəni dəyər verilən şeyə and içilir, dəyərsiz şeyə and içilmir. Quranda Allahın and içdiyi şeylərdə elm var. Məsələn, Vaqiə surəsində Allah və la uqsimu biməvaqimin nucum deyəs, belə bir səhv eləmirəmsə də ayət keçməkdədir. Orada yəni ki, nəcimlərin, ulduzların mövqeylərinə and olsun. Keşkə bilsəydiniz ki, bunlar necə əzəmətli antlardır deyə bir ifadə var. Yəni antlarda bir Allahın belə deyək də bir bilgi olduğunu bizə xəbər vermiş və ikinci dəyərli şeylər and içir və Allah əsla inandırmaq üçün və yaxud da yalan danışmadığını bildirmək üçün and içməz və zaten də
yalan danışmadığını bildirmək üçün, səmimi olduqlarını ortaya qoymaq üçün, and içmək üçün gələn ifadələrin sadəcə bu ayətlərdə olduğunu göstərir və bunu da hələfə kəlməsi ilə göstərmişdir. Və bu andların heç birində belə deyək də bir dənə burada da andını pozan üçün işlənib deyə müsbət götürə bilmərik. Maidə surəsi 89-cu ayədə and içirlər, andı yəminlə gətirir, doğru andı və yəmin kəlməsi ilə gətirmişdir və əqd sözü ilə gətirmişdir və sındırıldığına görə isə siyam edilməsini və yaxud da 10 nəfəri yedizdirmək və geyindirmək məsələsi o miskini göstərir və burada bu andlarınızı qorumağınız üçün bir kəffarə olduğunu bildirmişdir. Burada isə bir dənə burada yəni möminlərin andı sındırdığı halında bağışlanması olaraq tövbə yolu ilə gətirdiyini göstərir. Qalan yerdə bütün ayətlərdə münafiqlər üçün yəni insanları, yalançıların inandırması üçün işdiyi anda göstərilmişdir. Ona görə demək istədiyim buydu ki, Quran-ı Kərimdə o adamlar ki, irad tuturlar ki, Allah niyə and içir? Mənə bir dənə ayət gətirsinlər ki, Allah hələfə kəlməsi ilə and içmişdir. Buyursunlar, meydan oxuyuram. Yəni, qəsəm, yəmin və yaxud da vav ədatı ilə, bə ədatı ilə, ta ədatı ilə gələn andlar həmən bu auditoriyanın, bu insanların qəsd etdiyi and şəklini bildirməz. Bu insanların qəsd etdiyi and şəklini bildirən and forması hələfə sözü iləndir və o da 13 yerdə işlənibdir, 12 ayətdə. Hamısında da mənfi obrazı ortaya qoymuşdur və Allah hətta son olaraq qələm 10-cu ayədə və la tuti'u kullu hallafun muhin, çoxlu and içən alçağa itaat etmə deyərək, alçalmış olana itaat etmə deyərək bir tapşırıq vermişdir. Oydu ki, bu cür andın o birisi adlarla eyni tutulması doğru deyil. Salam olsun hidayətə tabi olanlara.